Və həmçində səhabələr Peyğəmbər s.ə.v-in vaxtında çıxıb küçələrdə oturardılar öz ehtiyacları üçün. Peyğəmbər s.ə.v onlara küçələrdə oturmağı qadağan edir. Yəni çəkindirir. Qadağan dediyimiz zaman Peyğəmbər s.ə.v buyurur ki, sizi küçələrdə oturmaqdan çəkindirirəm. Və səhabə deyir ki, ya Rasulallah, axı biz öz ehtiyaclarımız üçün küçələrdə otururuq. Onda Peyğəmbər s.ə.v buyurur ki, əgər ehtiyacınız üçün oturursunuzsa, onda küçənin haqqını verin. Və soruşurlar ki, ya Rasulallah, nədir haqqı? Peyğəmbər s.ə.v orada 5 şey gətirir. Birincisi insanın gözünü haramdan qorumasıdır. İkincisi, insan başqasına əziyyət verməməsidir. Üçüncüsü, ona salam verildiyi zaman salamı geri qaytarmaqdır. Dördüncüsü, insanlara yaxşılığı əmr etmək və beşincisi də insanları pislikdən çəkindirməkdir. Bu 5 məsələ, əgər kimsə ehtiyacı olaraq çıxarsa, bu 5 məsələ mühümdür ki, insan üzərində nəzarət etsin. Və ən böyük də, ən çox nəzarət edilməsi gərəkən də insanın gözüdür.